Davam eləyirik. Deməli 21-ci sualda qalmışdıq. Oradan başlayırıq. Yarım çevrədə AMB qövsünün dərəcə ölçüsünü tapın. Yarım çevrədirsə AMB qövsünün dərəcə ölçüsü ilə 180 dərəcədir. Gəldik bura. AMD 150 dərəcədir göstərir. AMD 150 dərəcədir. DMB qövsünü soruşur. DMB-ni soruşur. Əgər bunun hamısı 180-dirsə, 150 buradadırsa, deməli yerdə qalır 30 dərəcə. Çox gözəl. Gəldik 23-cü suala. Deməli burada nə deyir bizə? Bizə nə deyir burada? Deyir DOB 40 dərəcədir. DOB ilə təpə nöqtə mərkəzdə olduğu üçün mərkəzi bucaqdır. DOB 40 dərəcədirsə, deməli DMB qövsü də elə 40 dərəcədir. Sonra DMB 40 dərəcədirsə, elə DMB-ni soruşur da hazır 40 dərəcə. Gəldik bura. DOB 30 dərəcədir. DOB təpə nöqtə mərkəzdədir deyə mərkəzi bucaqdır. DOB 30 dərəcədirsə, üzbəüz qövsü də 30 dərəcədir. Deməli DMB qövsü 30 dərəcədir. AMD qövsünü soruşur. 180 çıx 30 o da eləyir neçə dərəcə? 150 dərəcə. Gəldik bura. BC qövsü 80 dərəcədir. BC qövsü 80 dərəcədir. Mərkəzi bucaqda deməli nədir? 80-dir. AB qövsü ilə CD-nin cəmini soruşur. AB ilə nəyin cəmini soruşur? CD-nin. Bunun hamısı 180-dir. Hamısı 180-dir. 180-dən də 80 çıxırsan, bu ikisinin cəmi eləyir 100 dərəcə. Gəldik bura. Demək, AB qövsü ilə CD-nin cəmi 110 dərəcədir. AB qövsü ilə CD-nin, AB qövsü ilə CD qövsünün ikisinin də birlikdə cəmi 110 dərəcədir. Onda 180-dən o cəmi çıxırıq 110 eləyir 70 dərəcə. Deməli BC qövsü olur neçə dərəcə? 70 dərəcə. AB qövsü ilə CD 80 dərəcədir. AB qövsü ilə CD qövsü neçə dərəcədir? AB qövsü ilə CD qövsü neçə dərəcədir? 80 dərəcədir. Bu ikisinin cəmi nədir? 80 dərəcədir. 180-dən də 80 çıxırsan eləyir 100 dərəcə. Mərkəzi bucaq oldu ilə 100 dərəcə. Onu soruşurdu. AC böl BC 3 böl 1'dir. Yəni demək istəyir ki, AC qövsü 3K-dır. AC qövsü 3K-dır. BC qövsü 1K-dır. 3K üstəgəl 1K bərabər 180 dərəcə. 4K 180 dərəcə. K da bərabərdir 45 dərəcə. BC 45 dərəcədir. AC dəki 135 dərəcədir. BC qövsü bərabərdir 2K. AC qövsü də bərabərdir 7K. BC qövsü nədir? 2K-dır. AC qövsü də neçə K-dır? 7K. BC 2K-dır. AC də nədir? 7K. BC 2K-dır. AC də 7K-dır. Bunun hamısı 180 eləyir. 9K bərabərdir 180 dərəcə. K bərabərdir 20 dərəcə. K 20'dir. BC qövsünü soruşur. 2 vur 20 eləyir 40 dərəcə. Gəldik bura. Düz xətdir bu. Düz xət. Düz xət üzərindəki bucaqların hamısının cəmi 180 olmalıdır. 110 ilə 40 eləyir 150. 180-dən 150 çıxdıq oldu 30 dərəcə. Deməli bura neçə dərəcədir? 30 dərəcədir. Gəldik bu birisi tərəfə. 31-ə. Görürük ki, bərabər yanlıdır. Bərabər yanlıdır. Burada oturacaqdır. 70-dirsə 70-dir. 70, 70, 140. 180-dən 140-ı çıxdıq oldu 40. Bir tərəfdə bərabər yanlı görürük. Bərabər yanlıda bu hissə oturacaqdır. Oturacağı iki bucaqlar bərabərdir. 50-dirsə 50-dir. 50, 50, 100. Yerdə qaldı nə qədər? 80.
Sonra bura 40'dır, burada 80'dir, 120. Hamısı 180 olmalıdır. Yerdə qaldı 60. COD bucağı COD. Oldu 60 dərəcə. Gəldik bura. Deyir ki, radiusları eyni işarə elə. Radiuslar. Bu mərkəzdə və bu radiusdur. Bu radiusdur. Bu radiusdur. Bu da radiusdur. Görsən də radiuslardır bunlar. Burada bərabər yanlı alınır. Bərabər yanlıdırsa bu bucaqla bu bucaq bir-birinə bərabərdir. Başqa. Burada da bərabər yanlı var. Burada da bu bucaqla bu bucaq bir-birinə bərabərdir. Hələ ki bunları eləyə bilirik. Düzdür, əlimizdən bu gəlir. Deməli, radiusları eyni xəttlərlə işarə eləmişdik. Ortacağa bərabər yanlı bucaqları gördük 2 dənə. Ortacağa bitişik bucaqları da eyni götürdük. Əla. Gəldik bura. Heç nə, mərkəzi görən kimi mərkəzdən çıxan radiusları qeyd edirik. Radius. Mərkəzdən çıxdı OB radiusu, OC radiusu, OD radiusu. Bərabər yanlı üçbucaq var burada. OAB üçbucağı, OAB üçbucağı var burada. Üçbucağı var. Bərabər yanlıda ortacağa bitişik bucaqlar eynidir. 70-70. Burada da OBS üçbucağı var. OBS üçbucağı var. Bu ikisi yan tərəfdir deyə bura oturacaq sayılır. Ortacağa bitişik bucaqlar ikisi də eynidir. 40-40. 40-40 eləyir 80, 180, 80 çıxanda eləyir 100. 70-70, 140, 180, 140 çıxanda olur 40. 140, 140, 180-dən 140 çıxanda oldu 40. O'dan çıxan radiusdur. O'dan çıxan radiusdur. O'dan çıxan radiusdur. O'dan çıxan radiusdur. Deməli, bunlar yan tərəflər bir-birinə bərabərdir. Burada oturacaqdır. Oturacağı bitişik bucaqlar indi 80-80. Bu biri tərəfdə də yan tərəflər bərabərdir bir-birinə. Burada oturacaqdır. Oturacağı bitişik bucaqlar indi 20-20. 20-20, 40, 180-dən 40-a çıxanda 140. 80-80, 160, 180-160 çıxsan olur 20. 20, 140, 160 eləyir hamısı. 180-160 çıxanda deməli 20 dərəcədir. CMD qövsünü soruşur. CMD qövsü də elə mərkəzi bucaqla eynidir deyə burada 20 sayılır. Gəldik bura. Deməli bura mərkəzdir. Mərkəzdən çıxanın radiusu olduğunu bilək. Mərkəzdən çıxanın radiusu olduğunu, mərkəzdən çıxanın radiusu olduğunu bilək. Deməli bu ikisi bərabərsə bərabər yanlıdır. Bura alfadırsa burada alfa eləyir. Həmçinin AB ilə BO-nu bərabər verib bu. Buranı bərabər verib. AB ilə BO-nu o bərabər verib. Biz də bildik ki, onsuz da AO ilə BO bərabərdir. Bu da onlara bərabərdir. Onda üçü də bir-birinə bərabərsə alfa 60 dərəcədir. Çətin idi. Baxaq. Bunlar AD ilə DO-nu eyni veriblər. AD ilə D-onu eyni veriblər. Biz bilirik ki, onsuz da OA ilə OA da radiusdur. OD də radiusdur. Biz bilirik onu. OD və OA radiusdur. Bunlar bərabərdir bir-birinə. Bu da o əvvəldən verib deyə onda buralar 60-60 hamısı. 60 dərəcədir hamısı. 60. Belə. Onda bu 60-dırsa burada 60 sayılır da. Mərkəzi bucaq 60-dırsa bu üzbəüz 60-80. Nə qədər eləyir? 140, 180-dən 140 çıxanda oldu neçə dərəcə? 40 dərəcə. Bura 40-cı, onda mərkəzi bucaqda elə 40 dərəcə olur. Maraqlı idi. Gəldik bura. Yenə bunlar AD ilə DO-nu bərabər veriblər. Onlar veriblər ki, AD ilə DO bərabərdir. Biz də əvvəldən bildik ki, OA da radiusdur. OD də radiusdur. Bunlar bir-birinə bərabərdir. Əvvəldən də bu da onlara bərabər olduğuna görə buralar 60-60 hamısı. Aha, o bucaq 60-dırsa, onda üzbəüz də 60-dır. 60-100. Bura qədər 160 elədi. 180-də 160-ı çıxanda burada qaldı nə qədərə? 20-si qaldı. Həmçinin fikir versəz, bura 60-da düzdür. Bu X bucağı var, ha, X bucağı. X bucağı bu qövsə söykənib. X bucağı bu qövsdən üzbəüzdür. Çətin görsənir bu.
Həqiqətən çox çətin görsən. X bucağı o 160-lıq qövsə üzbəyüzdür, daxili bucaqdır. Ona görə həmin o 160-ın yarısına 80-a bərabərdir. Əgər o xoşumuza gəlmirsə belə eləyək. Bura 20-dirsə, bura da 20-dir. OB də radiusdur. OC də radiusdur. Görsən də O'dan çıxan OB də radiusdur, OC də bərabər yanı bucaqdır. 180-dən təpəni çıxırsan 160. 2 ilə bölürsən 80, 80. Gəldik bura. Aha. Bax görsən radius, radius. Bərabər yanlıdır. Bu təpədir. 180-dən təpəni çıxırsan 160. 2 ilə bölürsən 80, 80. Gəldik bura. Yenə mərkəzdən çıxan 2 xəttdir. Radius. Bu da radiusdur. Radiuslardır bunlar. Radius. Mərkəzdən çıxan radiuslar. Başa düşdünüz? Bərabər yanlış bucaqdır. Onda bu hissə oturacaq sayılır. Oturacaq iki bucağın biri 75, o birisi 75'dir. Bucağın daxili bucaqlarının cəmi 180 olmalıdır. 75 ilə 75 150 qaldı 30. Gəldik bura. İndi burada 90 dərəcə var. Bir hissəsi 30'sa 90'dan 30 çıxdı, oldu 60. Gəldik bura. Baxırıq, görürsünüz. Bunlar ikisi də radiusdur. Buradan çıxıblar, ikisi də radiusdur. Onda bura oturacaq sayılır. 70 isə 70, 70, 70, 140, 180'dən 140'a çıxanda qaldı 40. Bu bütöv 90 daxı, 90'dan da 40'a çıxırsan qalır 50. Təzədən bu biri tərəfə fikir versən, bunlar bərabər yanlıdır. Bura onda təpədir. Yanlar arasındakı bucaq təpədir. 180'dən 50'dən çıxdıq. 130 yarıya böldük 65, 65. Çox maraqlı oldu.